Kuryersən də, gəlirsən marketin yanından keçirsən, açsan, tez bazar həm yemək verib, həm də çatdırılmağı eləməlisən də, tutaq ki. Bax, burada ucuz şəkildə 60 dinara, 39 dinara, 29 dinara balaca kökələr satılır Maxi marketdə, məsələn. Onlardan alıb, belə qarnını doyuzdura bilərsən. Belə kruasanlar var, 70 dinara. Bizim pulla təxmini eləyir hardasa 1 manata yaxın pul eləyir. Saskarası bulkular var, məsələn 64 dinardır. Bu da eləyir təxmini 80 qəpik falan. 45 dinara, 39 dinara, 43 dinara. Bunlar hamısı 50-60 qəpiklik olan şeylərdir. Sonra gəlsən, bax belə aparatlar var. Stəkanını qoyursan, buradan dark çikolataya basırsan, burada hazır olur. İstəyirsən amerikano, istəyirsən espresso, istəyirsən çay, istəyirsən kofe, fərqi yoxdur. İncə bir restoranda oturub yiyəsi deyirsən ki, evə də getməyə vaxtın yoxdursa, axotun yoxdursa, yolun uzaqdırsa, götürsən burada qapağını taxırsan. Bunun da qiyməti 85 dinardır. Yəni bizim pulla 1 manat 43 qəpik. Qış ərəfəsində gəlib soyuq su alıb içməkdənsə, belə balaca məsələn isti şokolad, isti kofe alıb yola verə bilərsən. Ən azından istidir. Yəni dadına baxaq bir dənə. O, möhtəşəmdir. 90 dərəcə falan deyil də sən ağzını yandırsın. 60-50 dərəcə civarındadır. Həm istidir, həm də içə bilməlidir də yəni.